Salam, hörmətli müəllimlər, xoş gördük hər birinizi. Bugünkü mövzumuz məktəbəqədər təhsil pilləsində Montessori, Waldorf və Reggio Emilia öyrənmə nəzəriyyələrinin əhəmiyyətidir. Mövzuya keçməmişdən əvvəl istəyirəm ki, Montessori təliminin necə yaranması haqqında qısaca da olsa bir məlumat verim. Deməli, 26 yaşında İtaliyanın ilk qadın həkimi olan Maria Montessori 1896-cı ildə universitet xəstəxanasında həkim assistenti kimi işləməyə başlayır və ilk dəfə olaraq burada əqli geriliyi olan uşaqlarla qarşılaşır. Və uşaqlar görür ki, boş otaqlarda saxlanılır. Onlarla demək olar ki, heç kim ünsiyyət qurmur, oyuncaq və kitabları da yoxdur. Və bir dəfə Maria qəribə bir hadisənin şahidi olur. Görür ki, nahardan sonra uşaqlar çörək qabığı tapıblar və onu əzirlər və belə deyək də, onu özləri üçün bir məşğuliyyətə çevirib. Çörək qabığı onların yeganə oyuncağı idi. Bundan təsirlənən Maria onlara sadə əşyalar, qutular, parçalar gətirməyə başlayır və tez bir zamanda da uşaqların davranışında müsbətə doğru dəyişikliklər müşahidə olunur. Beləliklə, Montessori metodikasının əsas ideyası yaranır. İstər normal, istərsə də əqli geriliyi olan uşaqların ətraf aləmi anlaması üçün onlara inkişaf etdirici mühit lazımdır. Yəni, belə bir qənaətə gəldi Maria Montessori. O bir sıra tədqiqatları və mütaliələri əsasında belə qərara gəldi ki, əqli geriliyi olan uşaqlar tibbdən daha çox pedaqogikanın problemidir və bu səbəbdən də onlarla xəstəxanada deyil, məktəbdə məşğul olmaq lazımdır. Və beləliklə 1907-ci il yanvar ayının 6-sında ilk Montessori məktəbi açılır və bu Roma ətrafında San Lorenza'da fəaliyyət göstərən Casadeo Bambini adlanan belə deyək, müəssisə olur, məktəb olur. Montessori ömrünün bir neçə ilini uşaqlarla bağlı təlim-tərbiyə işlərinə həsr edir və uşaqlara göstərdiyi inanılmaz təsirin nəticəsində bu təlim geniş tətbiq edilməyə başlayır. Getdikcə Amerika, Avropada daha çox yayılır və ən çox Hollandiyada tətbiq edilir bu metod. İkinci Dünya müharibəsi ərəfəsində isə Montessori siyasətə boyun əymədiyi üçün qadağan edilir və bu səbəbdən də müharibə bitənədək Hindistanda yaşayır və orada oğlu ilə birlikdə 1000-ə yaxın Montessori pedaqoq yetişdirir. Və deyərdim ki, bu təlim dünyada ən geniş yayılmış bir yanaşmadır və bu təlim autizmli və digər problemi olan uşaqlarla yanaşı sağlam uşaqlara da tətbiq edildikdə inanılmaz nəticələr əldə edilir. Və Montessori təlimi şəxsiyyət yetişdirməkdə hələ ki ən mükəmməl və yeganə təlim hesab olunur. Və adətən biz uşaqlarla söhbət edəndə ayaq üstə, yuxarıdan aşağı baxaraq danışırıq. Lakin Montessori'də uşaqla söhbət edəndə onun boyu bərabərində enib oturub söhbət edirsən. Bu da onun özünü qarşısındakının səviyyəsində hiss edir və özünə inamını artırır. Uşaqlar sən özünü, məsələn, sən bunu düz etmədin deyəndə xoşlamırlar təbii ki və Montessori isə müəllim və ya bu sistemi bilən hər hansı bir anaya bu sözləri işlətməyə icazə vermir. Səhv olduqda sakitcə dayanır, uşaq özü öz səhvini tapsın və bununla da uşaq kəşf edərək öyrənir. Sadəcə ana və ya müəllim istiqamət verici rol oynayır. Bir işi düzgün edəndə də afərin demirik. Deyirik ki, yaxşıdır, amma sən bunu daha da gözəl edə bilərsən. Bununla da daxili intizamı artır uşağın. Dərslər keçirilən ortam tam sakit olur. Çünki heç olmasa bir ay bu təlim keçən uşaq özü sakitliyə riayət edir. Dostlarına mane olmur və bununla da ortam tam sakit olur. Baxanda Montessori otağındakı vəsaitlər oyuncağı xatırladır. Amma əslində onların hər biri çalışmadır. Deməli, müəllimlər, ümumiyyətlə, pedaqoji yanaşma modelləri niyə bu dərəcədə aktualdır? Buna nəzər salmaq istəyirəm. Əsas səbəblərdən biri odur ki, pedaqoji yanaşma modelləri erkən yaşlı uşaqlara öyrənmək üçün daha geniş imkanları yaradır. Və məzmun etibarilə bu yanaşmaların hər biri uşağın hərtərəfli inkişafına yönəlib. Təbii qurğu və materiallardan istifadə, problemlərin humanist həll etmə istiqamətləri olan kurikulum üzərində deməli formalaşıb. Və ümumiyyətlə götürsək, bu baxımdan Montessori, Reggio Emilia və Waldorf pedaqoji yanaşmalarının hər biri
bir-biri ilə oxşar cəhətləri vardır. Məsələn, deyək ki, hər üç pedaqoji yanaşma təhsilə yeni baxış sistemi formalaşdırmaq üçün yaradılıb. Hər üç modeldə uşaq öyrənmənin mərkəzindədir. Mövqeyinə görə fərqlər ayırd edilə bilər. Və təbii ki, bundan əlavə hər bir yanaşmanın özünə məxsus xüsusiyyətləri vardır. Amma ümumilikdə deyə bilərik ki, hər üç yanaşma uşaq yönümlü təhsilə əsaslanır. Və biz qısa məlumatdan aydın oldu ki, Montessori yanaşması əvvəlcə əlil uşaqlarla işdə tətbiq olunmuşdur. Daha sonra isə sağlam uşaqlara tətbiq olunmuşdur. Montessori'nin şəxsi nəzəriyyəsi özlüyündə uşaq inkişafını olduqca fərqli və tarixən daha möhkəm formada etibar edir. Bu yanaşma uşaqların öyrənmə prosesinin inkişaf etdirici mühitin tərbiyəçi müəllim tərəfindən izlənilməsinin əhəmiyyətini vurğulur. Yəni bu deməkdir ki, tərbiyəçi müəllim uşaqları öyrənmək üçün, öyrənmə prosesini ümumiyyətlə inkişaf etdirmək üçün mütəmadi olaraq müşahidələr təşkil etməlidir. Və bununla da uşaq ehtiyaclarını öyrənməlidir hər bir tərbiyəçi müəllim. Pedaqoji yanaşmanın əsasını kognitiv-konstruktiv öyrənmə nəzəriyyəsi təşkil edir. Bu o deməkdir ki, yəni burada idraki cəhətdən uşaqlar inkişaf etdirilir və Montessori inanırdı ki, uşaq mərhələlərlə öyrənməlidir. Doğulduğu gündən 3 yaşa qədər olan mərhələ şuursuz mərhələ, 3 yaşdan 6 yaşa qədər olan mərhələ isə şuurlu mənimsəmə dövrü adlanır. Yəni Montessori yanaşmasında uşaqlar iki qrupa bölünürdü. 0-3 yaş və 3-6 yaş aralığı olan, deməli, yaş qrupuna aid olan uşaqlar. Və buradan aydın oldu ki, Montessori öz yanaşmasını, nəzəriyyəsini yaradarkən Piaget'in fikirlərindən təsirlənərək müxtəlif yaşlı uşaqların eyni qrupda birləşdirilməsi qərarına gəlir və Montessori'yə görə uşaqlar tam inkişaf etməli idilər. Və bu fikir zehnin və ürəyin inkişafının öyrənmə zamanı əldə etdiyi təcrübələr vasitəsilə tamamlanacağını nəzərdə tuturdu. Bu o deməkdir ki, müəllimlər, yəni ki, öyrənmə prosesində uşaqlar həm idraki cəhətdən kamilləşməli idilər və eyni zamanda da burada uşaqlar, belə deyim, emosional cəhətdən uşaqlara müəyyən biliklər, tövsiyələr verilirdi. Yəni bu cəhətdən də zehnin və ürəyin belə deyək, vəhdətdə birləşməsi sayəsində burada öyrənmə baş tuta bilərdi. Və tərbiyəçi müəllim burada təhsil yalnız öyrətməkdən ibarət deyil. Tərbiyəçi müəllimin, yəni belə deyim də, vəzifəsi burada uşaqları təkcə öyrətməkdən ibarət deyil, həm də uşağın psixoloji inkişafına şərait yaratmalı idi. Və ona görə də tərbiyəçi müəllim gözə görünməz icra edici rolunda çıxış edirdi. Və o uşaqlara özünə inam formalaşdırmaq üçün öyrənmə zamanı onlara mane olmamalı idi. Məsələn, uşaq hər hansısa bir işi, belə deyək də, doğru yerinə yetirmədikdə ona hər hansısa bir istiqamət verilmirdi. Sadəcə olaraq müəllim sakit dayanırdı və o işin doğru həyata keçirilmədiyini, belə deyək də, uşaqlar artıq anlayırdılar ki, deməli, nəyisə səhv ediblər. Və onu da qeyd edim ki, Montessori otağında olan vəsaitlər özləri, belə deyək, korrektə olunan oyuncaqlar idi. Yəni, artıq uşağın hər hansısa bir hissədə səhv etdiyini artıq uşaqlar bilirdilər. Çünki oyuncaqlar, belə deyim də, uşaqları hər hansısa bir səhv işi gördükdə, məsələn, orada hər hansısa bir konstruktiv vasitə alınmırdı və uşaqlar yenidən söküb o işləri həyata keçirirdilər. Və Montessori qruplarında uşaqlar tək və qrup halında fəaliyyət göstərirdilər və hiss üzvləri vasitəsilə təcrübə əsasında öyrənirdilər burada. Yəni, sensor bacarıqları vasitəsilə onlar mühitdə hər hansısa bir təcrübə apararaq öyrənməyə nail olurdular və müəllim öyrənmək üçün mühiti yaratmaqda daha aktiv rola malik idi. Yəni, mühiti tərbiyəçi müəllim yaradırdı burada uşaqların öyrənməsi üçün. Müşahidələr təbii ki təşkil edirdi ki, hansı uşağın hansı ehtiyacı var və məhz onun üçün də
həmin uşaqlara lazım olan vəsaitləri tərbiyəçi özü yaradırdı. Yəni uşaqların belə deyim də qrup otağına əlavə edirdi. Və eyni zamanda da müəllim uşaqların bir-biri ilə ünsiyyət yaratmasına şərait yaradırdı. Və burada münasibətlərin formalaşması üçün onlarda özünü idarə etmə, intizam bacarıqları formalaşdırılırdı. Yalnız konflikt yarana biləcək vəziyyətlərdə müəllim burada hər hansısa bir müdaxilə edirdi. Və kiçik yaşlı uşaqlar vəsaitlərdən yeni nə isə öyrənmək və yaxud da ki, araşdırmaq üçün istifadə edirdilər. Pedaqoji yanaşmaya əsasən burada sensor üzvlərin vasitəsilə təcrübə edilərək mənimsənilirdi biliklər. Və bu zaman böyüklərin müdaxiləsi tamamilə yol verilməz idi. Və bu materiallar vasitəsilə uşaqlar riyaziyyat, rəng, ölçü, oxuma və yazma qabiliyyətləri inkişaf edirdi. Hər hansısa bir uğursuzluq baş verərsə isə bu zaman uşaqlar yenidən cəhd edirdilər. Montessori pedaqoji yanaşmasının başlıca özəlliyi ondan ibarət idi ki, burada uşaqlar hər hansısa bir fəaliyyətə təhrik edilmirdilər, yəni məcbur edilmirdilər. Onlar həmin belə deyək də uşaqlar yalnız onlara maraqlı olan, onu cəlb edən hadisə və əşyaları öyrənirdilər. Və müəllim həqiqətən də inanmalı idi ki, burada uşaq onu cəlb edən, ona maraqlı olan kiçik bir hissəni müəllimdən əvvəl tapanda öz həqiqi mənəvi dünyasını tapmış olur. Yəni ki, uşaqlara şərait yaratmaq lazım idi ki, onlar hər hansısa problemi, hər hansısa bir belə deyək də öyrənməni özləri həyata keçirsinlər. Bu deməli belə deyək, yanaşma tərzində, Montessori nəzəriyyəsində iş forması olaraq qrup və fərdi belə deyək də iş formaları var idi. Və müasir dövrdə də bu öyrənmə nəzəriyyəsinin əsasında dünyanın bir çox ölkələrində məktəbə qədər təhsil müəssisələri fəaliyyət göstərir və hər qrupda da 20-30 uşaq və müəllimlərdən ibarət bir qrup vardır və siniflərdə həm müstəqil öyrənmə, həm də sosial qarşılıqlı əlaqə imkanlarını təmin etmək üçün fərdi və qrup halında yerləşdirilmiş kiçik masalar var idi. Burada da riyaziyyat, dil, musiqi, incəsənət və mədəniyyət üzrə akademik fəaliyyətlər çox praktik idi. Yəni bunlardan daha çox istifadə edirdilər. Və Montessori nəzəriyyəsinin tətbiq olunduğu otaqlarda kiçik ölçülü mebellər, açıq rəflərdə uşaqlara asanlıqla təqdim olunan vəsaitlər, gündəlik davam edən fəaliyyətlər cədvəli, özünə kömək bacarıqlarını inkişaf etdirən vəsaitlər, sinifin müəyyən hissələrə ayrılmasından ibarət olan müəyyən belə deyək də güşələr mövcud idi və bu gün deyərdik ki, buradan belə bir qənaətə gəlirik ki, müasir dövrümüzdə bağçalarımızın belə deyək, texniki və əyani vəsaitlərdən istifadə olunması ilə qrup otaqlarının təşkili məhz Montessori nəzəriyyəsinə əsaslanır. Və bu gün uşaqların təlim gördüyü sinifdə rastlaşacağımız hər bir sinif otağı demək olar ki, Montessori qanunları əsasında fəaliyyət göstərirdi. Və Montessori nəzəriyyəsi eyni zamanda fərdiyyətçilik ruhunda uşaqların tərbiyə olunmasını belə deyək, dəstəkləyirdi və Montessori qeyd edirdi ki, biz insan bədəninin xarici formasını yarada bilmədiyimiz kimi onun daxili keyfiyyətlərində yaradılmaqda, yəni bacarıqsızlıq. O cəhətdən də tərbiyəçi uşağın təbii inkişaf prosesinə az müdaxilə etməlidir. Ancaq onun bünövrəsi Allah tərəfindən qoyulmuş təbii qüvvələrin üzə çıxarılmasında kömək etməlidir. Və tərbiyəçinin vəzifəsi bütün tərbiyə prosesinə rəhbərlik etmək deyil. Yalnız uşaqların özünü tərbiyəsinə şərait yaratmaq lazım idi. Və məktəbəqədər tərbiyə mexanizminin əsasında uşaqların dini ruhda, bütövlükdə əxlaqi cəhətdən formalaşdırmaq dururdu. Yəni, fikir versəz ki, müəllimlər, bu nəzəriyyə dünyəvilik prinsipinə zidd idi. Çünki dünyəvilik prinsipində heç bir din ayırt edilmirdi. Və burada müəllimlər, onu da qeyd etmək istəyirəm ki, Montessori nəzəriyyəsinin əsas özəllikləri odur ki, bu qrupda müxtəlif yaşlı uşaqlar toplanır, uşağın ehtiyacına uyğun təlim materialları təmin edilir,
Bu ehtiyacları anlayan və uyğun şəkildə qarşılayan müəllim qrupla işləyir və bu yanaşmanın uşağa qazandırdıqları üstünlüklər ondan ibarət edir ki, özgüvən yaranırdı uşaqda, səliqə, məsuliyyətlilik, məqsədyönlülük, başqalarına hörmət. Montessori modelində uşağın nədən xoşu gəlib gəlmədiyi müəyyən edilirdi və nəzərə alınırdı. Təbii ki, bu tərbiyəçi müəllimin müşahidələri əsasında baş verirdi. Və nə üçün Montessori yanaşması sualını versək, uşaqların liderlik bacarığı önə çıxırdı, öyrənmə fəaliyyəti sakit və sərbəst mühitdə keçirdi, uşaqların fərdi xüsusiyyətləri ortaya çıxırdı. Montessori yanaşması barədə bu qədər müəllimlər. İndi isə istəyirəm Waldorf pedaqoji yanaşması barədə məlumat verim. Waldorf yanaşması 1919-cu ildə Rudolf Steiner tərəfindən Almaniyada yaradılıb və buna səbəb fabrik işçilərinin uşaqları üçün məktəb yaratmaq təşəbbüsü idi. Və deyərdim ki, pedaqoji yanaşmanın da məhz adı olaraq Waldorf götürülməsi məhz həmin siqaret fabrikinin adı ilə əlaqədardır. Məhz həmin fabrikin işçilərinin uşaqları üçün yaradılmışdı məhz bu yanaşma. Və Steiner də Rousseau'nun fikirlərindən ilhamlanaraq iddia edirdi ki, uşaqlara təbii, qayğıkeş, rahat mühitdə böyüklərin xaricdən müdaxiləsi olmadan məhz böyüməlidirlər bu uşaqlar. Və pedaqoji yanaşmanın da əsas fikirlərindən biri o idi ki, burada uşaqlar təbii aləmi kəşf etmək imkanı verilsə, onlar təbii yolla inkişaf edəcəklər. Və Steinerin əsas məqsədi texnologiyanı insana verdiyi pis təsirlərinin mədəniyyətdə yarada biləcəyi problemlərə köklənmək idi. Yəni o düşünürdü ki, texnologiya və texnologiyanın tətbiqi uşaqları mənəviyyatını geridə qoyur, belə deyək, mənəviyyatının inkişaf etməsinə mənfi təsir göstərir və uşaqları məhz pis vərdişlərdən uzaq tutmaq üçün heç bir texnoloji yeniliklərdən Waldorf məktəbində istifadə olunmamışdır. Və pedaqoji yanaşmanın əsas öyrətmə və öyrənmənin humanist ideyalarla təşkili əsas məsələlərdən biri idi. Və Steiner bu fikirlə razı idi ki, böyüklərin dünyasından kənarda uşaqlar öz təbiətlərinə uyğun böyüməlidirlər. Və Waldorf pedaqogikasında əsas amil isə söz azadlığı idi. Yəni pedaqoji yanaşma uşaqların hərtərəfli inkişafına, insanın ruhuna azadlıq verməyə xidmət edirdi. Burada emosiya və hisslərin inkişafını da nəzərdə tuturdu Steiner. Və Steiner ümumiyyətlə humanist ideyalarla daha çox həmfikir idi. Yəni burada uşaqların bir şəxsiyyət kimi yetişdirilməsində onlara emosional cəhətdən, məsələn deyək ki, yaxşılıq, həqiqət, gözəlliyi görmək, birgəlik, bərabərlik ruhunda, qayğıkeş münasibətlər ruhunda tərbiyə edilməsinin tərəfdarı idi. Və Waldorf pedaqoji yanaşmasının ən yaxşı izah edən xarakteristikası isə daim inkişaf edən insandır idi. Yəni bu o deməkdir ki, insan hər zaman inkişaf etməlidir, dayanmamalıdır. Yəni hər zaman belə deyək də inkişafa köklənməlidir. Və uşaq inkişafında 7 yaşa qədər olan dövr xüsusi dövrdür ki, bu dövrdə uşaqları hər hansısa bir akademik bacarıqlarla, biliklərlə yükləmək olmaz. Heç bir oxuma, yazma, riyazi bacarıqlar öyrədilməməlidir və bunun əvəzində onlara oynamaq və kəşf etmək üçün daha çox zaman verilməli idi. Və uşaqlar böyük yaşlarda öyrənmək üçün zəruri olan enerjini və ya oynamaq həvəsini erkən yaşlarda itirməməli idilər. Və burada Montessori pedaqoji yanaşmasına nisbətən burada daha çox uşaqlarda birgəlik və bərabərlik hissi formalaşdırılırdı və müdaxilə edən mənəvi, belə deyək də, burada müəllim ancaq mənəvi bələdçi idi. Yəni bu uşaqlarda şəxsiyyət kimi formalaşmalarına müəyyən müdaxilələr o zaman edə bilərdi ki, o ancaq və ancaq uşaqlarda qayğıkeş münasibətlər, birgəlik bərabərlik ruhunda tərbiyə etmək üçün o zaman mənəvi bələdçi olaraq müdaxilələr edə bilərdi. Və mühit təbii komponentdən təşkil edilməli, uşaqlar qayğı ilə əhatə olunmalıdırlar və oyuncaqlar və vəsaitlər daha çox əl ilə düzəldilir. Material olaraq taxtaya üstünlük verilirdi. Təbiəti tərənnüm etmək üçün təbiətdə olan müxtəlif rənglərdən istifadə edilirdi. Eyni zamanda da burada
Biz bilirik ki, yanaşmanın təcrübədə, tətbiqində qeyd olunur ki, uşaqlar öyrənmə prosesinə ilk dəfə müəllimlərini təqlid etməklə başlayırlar və məktəbəqədər təhsil müəssisələrində də əsas fikir tətbiq edərək öyrənməkdir. Kiçik yaşlı uşaqlar hekayələr, mahnılar, keyfiyyətli materiallarla iş, düzgün davranış formaları vasitəsilə fiziki və nitqi inkişaf edirdi, maraq, düşüncə və təxəyyülün gələcək inkişafının əsasına yiyələnirdilər. Və müəllimlər burada öyrənmə prosesi 3 formada, 3 ardıcıl prosesdə həyata keçirilirdi ki, əvvəlcə uşaqlar proseslə və ümumiyyətlə əşyalarla tanış olurdular, əşya və hadisələrlə. Daha sonra tanışlıqdan təcrübəyə keçirdilər, təcrübədən isə müxtəlif anlayışlar əldə edirdilər. Yəni hər hansısa bir əşya və hadisələr uşaqlara göstərilirdi. Həmin əşyalardan uşaqlar nəsə düzəldirdilər və düzəltdikdən sonra öz əl işlərinə baxıb, həmin əl işlərinə müəyyən adlar verirdilər və bu zamanda artıq müəyyən anlayışlar əmələ gəlirdi. Açıqlaması yəni bu deməkdir. Yəni bu 3 addım sayəsində həqiqi öyrənmə prosesi baş verirdi. Metod müəllimlərin hekayələri və uşaqları qiymətləndirməsi ilə öyrənmə imkanlarını genişləndirirdi və pedaqoji yanaşmanın üstün cəhətlərindən biri o idi ki, burada heç bir texnoloji avadanlıqlardan istifadə edilmirdi. Təhsil bir incəsənətdir düşüncəsi burada əsas ideyalardan idi və burada belə deyək də estetik mühit yaradılırdı. Hekayələrin dinlənilməsindən sonra uşaqlar əldə etdikləri bacarıqlar vasitəsilə hekayələr haqqında fikirlərini ya bədiləşdirib danışır, ya da əyləncəli tamaşa quraraq ifadə edirdilər. Burada deməli qruplarla iş formaları olaraq qruplarda eyni yaşlı uşaqlar iştirak edirdilər və dövrümüzdə bu nəzəriyyənin tətbiqinə Böyük Britaniyada olan təcrübəni nümunə göstərə bilərik. Bu Britaniyadakı Waldorf məktəbləri 1945-ci ildə Michael Hall Waldorf məktəbinin yaradılması ilə başlamışdır və Waldorf məktəbləri həmişə birgə təhsili tam əhatəliyi təbliğ edirdi. Burada inanc və mənşəyindən asılı olmayaraq 3 yaşından 18 yaşına qədər hər cür qabiliyyətli uşaqları qəbul edirdilər. Ailələr və müəllimlər üçün də festivallar, teatr tamaşaları təşkil olunurdu. Məktəb yarmarkaları vasitəsilə icma tədbirlərindən zövq almaq üçün çoxsaylı imkanlar yaradılırdı. Və Waldorf nəzəriyyəsinin üstünlüyü uşaqların erkən ixtisaslaşması əvəzinə öyrənmə prosesinə sevinç qatmaq, uşaqların sevinç tapması, uşaqlığın zənginliyini yaşaya biləcəkləri yaradıcı bir öyrənmə mühitini təmin etməkdən ibarət idi. Waldorf məktəbləri sürətlə dəyişən və qeyri-müəyyən dünyanın tələbləri ilə mübarizə apara bilən hərtərəfli və balanslı insan yetişdirmək üçün ciddi nüfuza malikdir və deyərdim ki, Waldorf məktəbləri dünyada bahalı məktəblər hesab olunur və Waldorf məzunları dünyaya olan maraqları və bacarıqları ilə sonraki təhsildə və iş yerlərində qiymətləndirilir təbii ki. Hər bir şagirdin fiziki, emosional, intellektual, mənəvi və mədəni ehtiyaclarına eyni səviyyədə diqqət yetirilir burada. Dərs proqramlarının əsas fənləri tematik bloklarda tədris olunur və bütün dərslər bədii, praktiki və intellektual məzmunun balansını etibar edir. Və müəllimlər, Waldorf məktəbi haqqında da bu qədər. İndi isə Reggio Emilia pedaqoji yanaşması haqqında məlumat vermək istəyirəm. Reggio Emilia yanaşması, belə deyək, 2-ci Dünya müharibəsi bitdikdən sonra uşaqların təbii ki, məktəblər dağıdılmış, uşaqlar təhsildən kənarda qalmışdılar. Məhz bu cəhətdən də uşaqlar üçün yeni müəssisələr, məktəblər açmaq lazım idi və məhz bu şəxslərdən biri də Laris Malaguzzi olmuşdur ki, bu pedaqoji yanaşma məhz Laris Malaguzzi tərəfindən 1944-cü ildə İtaliyanın Reggio Emilia şəhərində yaradılmışdır və əsas ideya uşaqlar arasında burada əməkdaşlığın inkişafı, müstəqil öyrənmə bacarıqlarının formalaşdırılması və cəmiyyətlə uşaq arasında əlaqənin düzgün qurulmasıdır və bu metodda ətraf mühit mühüm rol oynayır. Uşaq özü tədrisin mərkəzində dayanır və öyrənmə prosesinin yaradıcısıdır.
Bu cəhətdən də mühit deyərdim ki, üçüncü müəllim hesab olunur və Emiliya pedaqoji yanaşmasında idrakin inkişafı əsas hədəflərdən biri olduğu üçün mühitin uşaq idrakinin inkişafına təkan verməsi, bununla yanaşı fiziki və sosial cəhətdən inkişafına da şərait yaratması lazım idi. Və Reggio Emilia yanaşmasında əsas məsələ uşaqların əməkdaşlıq ruhunda tərbiyə edilməsi idi və Reggio Emilia yanaşması əsasən layihə əsaslı işlərin həyata keçirilməsinə köklənmişdir və pedaqoji yanaşmanın əsası sosial konstruktivizm nəzəriyyəsinə əsaslanırdı. Bu o deməkdir ki, Montessori Piaget nəzəriyyəsinə əsaslanırdısa, Reggio Emilia yanaşması isə Vygotsky yanaşmasına əsaslanırdı. Çünki hər ikisi sosiallığı əsas götürərək, yəni uşaq inkişafında sosial mühitin mühüm rolunu vurğulayırdı. Müəllim uşaqların özlərinin qərar verməsinə və yekun nəticəyə gəlməsinə cavabdeh olan bələdçi idi və uşaqların istəkləri haqqında söhbətlər aparırdı. Onların bir-birinə kömək etməsinə şərait yaradırdı. Burada ətraf mühit uşaq-uşaq, böyük uşaq arasında olan sosial əlaqələrin göstəricisidir. Ətraf mühit elə təşkil olunmalıdır ki, burada cəmiyyət və onun dəyərləri öz əksini tapsın. Məhz bu baxımdan da ətraf mühitə biz üçüncü müəllim deyirik. Ümumiyyətlə, müəllimlər Reggio Emilia yanaşmasında uşaqlar ətraf mühitdə araşdırmalar aparırdılar. Ətraf mühitdə bir sıra, belə deyək də, müşahidələr təşkil edib və öz təcrübələrini də məhz ətraf mühitdə təşkil edirdilər. Layihə əsaslı işlər də məhz ətraf aləmlə bağlı idi. Yəni, belə deyək, suallarda düşə bilər ki, Reggio Emilia yanaşmasını, məsələn, cavablarda tapılması lazım ola bilər ki, bununla bağlı biz ancaq ətraf aləmlə tanışlıq məşğələsində, məsələn, uşaqlar hansı təcrübələri həyata keçirirlərsə, məhz onlar Reggio Emilia yanaşmasının əsasını təşkil edirdi. Yəni, ətraf mühit məhz ona görə də burada üçüncü müəllim rolunu oynayırdı. Pedaqoji yanaşmanın əsas iştirakçıları olan kiçik yaşlı uşaqlara hərəkət etmək, qulaq asmaq, görmək, dadmaq, toxunmaq, müşahidə və kəşf etmək imkanı verilirdi. Fikir verirsinizsə, bütün bunlar hamısı ətraf mühitdə baş verən proseslərdir. Və bunun üçün yaradılan dəstəkləyici və inkişaf etdirici mühit ətraf aləmi dərk etməyə, yeni biliklər əldə etməyə xidmət edirdi. Ailə ilə təhsil müəssisələri arasında da mütləq sıx əməkdaşlıq olurdu və uşaqların qiymətləndirilməsi isə portfolio əsasında həyata keçirilirdi və təbii ki, portfolioda inkişafın bütün sahələri üzrə göstəricilər qeyd olunaraq saxlanılırdı. Müəllim bu yolla uşaq inkişafını mərhələlərlə öyrənir. İlk təlim günündən etibarən 3 il ərzində uşaqlarla eyni müəllim çalışır və bu müddət ərzində onlar müşahidəçi kimi uşaqların ehtiyac və tələblərini müəyyənləşdirirdilər. Deməli, bundan sonra da həftəlik plan əsasında hər bir uşağa fərdi öyrənmə və hərtərəfli inkişaf üçün geniş imkanlar yaradılırdı. Demokratik formada öyrənmə prosesi həyata keçirilirdi. Birgə əməkdaşlığın əsas sütunu layihə metodu hesab olunurdu. Müəllimlə uşaq birgə hər hansı materialı seçməyi, nəyi əlavə edib və ya dəyişdirməyi müzakirə edir, fikir mübadiləsi aparır. Yəni ki, bu formada həyata keçirilirdi. Müxtəlif yaşlı uşaqların eyni qrupda birləşdirilməsi Emilia pedaqoji yanaşması üçün də xarakterikdir. Burada bir məsələni qeyd etmək istəyirəm ki, Montessori pedaqoji yanaşmasına görə müxtəlif yaşlılar inkişaf mərhələlərinə görə qruplaşdırılırdılarsa, yəni ki, 0-3 yaş aralığı şuursuz mərhələ hesab olunduğuna görə uşaqlar məhz bu cəhətdən 0-3 yaş aralığındakı uşaqlar bu cəhətdən, yəni 2 qrupa bölünürdülər. Yəni 0-3 yaş aralığı və 3-6 yaş aralığı olan uşaqlar, yəni şuursuz mənimsəmə və şuurlu mənimsəmə dövrü. Yəni inkişaf mərhələlərinə görə qruplaşdırırdılar. Emilia pedaqoji yanaşmasında bu qruplaşma uşağın ondan daha bilikli olan yoldaşından öyrənə bilməsi fikrini əsas götürürdü. Yəni böyük uşaqlar, qrupda daha böyük uşaqlar özündən balacalar üçün rol model rolunu oynayacaqdılar və onların öyrənməsi üçün şərait yaradacaqdılar.
və Regia Emilia otaqlarında istifadə olunan üsullar kimi aşağıdakı qeyd etmək olar ki, burada sensorlu masa üzərində qumla qazmaq və tökmək, rəssamlıqla bağlı təcrübə aparmaq, kağızda və ya digər materiallarda rəsm çəkmək, böcəkləri, yarpaqları və çiçəkləri kəşf etmək, oyun meydançasında tapdıqları əşyaları sıralamaq və toplamaq, uşaqların fikirlərini ifadə etməsi və aralarında söhbətləri təşviq etmək üçün müzakirələr aparmaq, fotoşəkillər, müzakirələr, videoları və səs yazıları vasitəsilə uşaqların fikirlərini qeyd etməyə həvəsləndirmək, rəqs etmək, qaçmaq və digər fiziki hərəkətləri, musiqi məşqləri, ətraf mühit haqqında bilik qazanmaq üçün açıq havada oynamaq və araşdırmaq, uşaqların öz aralarında və uşaqlarla müəllimlər arasında əməkdaşlığın və problemlərin həllini təşviq etmək. Yəni, müasir təhsil texnologiyaları dəyişdiyinə görə hətta təhsilin yenidən konseptuallaşdırılmasında Montessori, Waldorf və Regia Emilia kimi ənənəvi təhsil alternativlərinin nəzərə alınması irəliləyiş üçün vacibdir.